Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Saray qəsəbəsindəyik. Saray MTK-ya yaxın bir ərazidə tam kupçalı sizlərə gözəl bir villa təqdim edəcəm. Sonra qədər izləmənizi tövsiyə edərdim. Bir daha vurğulayım. Saray MTK-ya yaxın bir ərazidə prospekt yoluna ümumi arası 150-200 metr məsafədə belə bir gözəl, şəxsi, özü üçün tikilmiş bağ evidir. Bağ evimiz kupçalıdır. 6 otaqdır. 5 sotdadır. Qiymətdəki video görüntülü məlumat yerindədir. Möhtəşəmlik göz qabağındadır. Keyfiyyət göz qabağındadır. Bütün kommunallar var. Qaz, su, işıq hamısı var. Bu həyət evimiz, bu bağ evimiz Bakı şəhərində kvadratı balaca olan, üstünə pul vermək şərti ilə, yəni barter edəcək şəxs pul şərti ilə belə bir təklif var ki, barterləmək mümkündür. Bu evi götürəcək, üstündə də pul verəcək. Evin qiyməti video görüntülü məlumat yerindədir. 4 bir tərəfini hərəkət eləmək olur. Evin üstündə ikinci mərtəbə 3 ədəd eyvana, yəni balkonu var, qaz, su, işıq var, kanalizasiya var, mərkəzidir. Saray qəsəbəsində prospekt yola çox yaxın bir ərazi, yaşayışlı bir ərazidə yerləşir. Həyətini görürsünüz. 2 ədəd palma ağacı var həyətində də. Ən əsas olur, keyfiyyətli tikilib. Və ən gözəl məqam odur ki, evdə bir gün də olsun yaşayış olmayıb. Təzə evdir, qaçılmağına dəyməz. Keyfiyyət göz qabağındadır, onu vurğulayım. Evin iç divarları hamısı qoşadaşdır. Belə bir gözəl qonaq otağımız var. Qonaq otağımız ümumi hesabla 40-45 kvadrata yaxın bir ərazisi var. Bu gözəl qonaq otağında böyük həcmli belə bir stol açmaq 60 nəfərlik, 50 nəfərlik məclis qurmaq olar. Hətta çölündə də bu şəraiti yaratmaq olar. Evimiz 6 otaqdır. Bir daha vurgulayım, şəxsi tikilidir. Görülən işlər keyfiyyətli görülüb, ən əsası və nəzarətdə olunan işlər, yəni nəzarət altında görülüb işlər hamısı keyfiyyətə önəm verilir. Hər bir otağın kombi xəttləri də çəkilib, bax burada. Kombi xəttləri də çəkilib. Konservasiyon xəttləri də çəkilib. Çılçıraqlar da qoyulub. Evin içi 300 kvadratdır. Balkonla bir yerdə. Burada bizdə mətbəxdir. Lazım olsa gələcəkdə mətbəx qanun eləməsə, buradan bu divarı götürüb mətbəxi böyütmək də olur. Aşağıda yataq otağı var, qonaq otağı var, mətbəx var və bir dənə də belə bir möhtəşəm hamam otağı var. Yəni bunun həcmi bəs edir. O hissəyə jacuzzi də qoymaq olar, duş kabinə də qoymaq olar. Dəhlizi çox gözəldir. Ümumi hesabla 3 metr yarımdır eni. Pilləkənlər mərmərlə işlənilib. Belə bir gözəllikdir. Çox gözəl dizayn olunub. Sadəcə alıb, köçüb bu evdən zövq almaq lazımdır. Döşəmə qranitdir. İkinci mərtəbə 6 isti döşəmə ilə təmin olunub. Bir daha deyirəm, qiymət video görüntülü məlumat yerindədir. Barterdə olunur. Bakı şəhərində kvadratı az olan bir mənzildən üstündə pul vermək şərti ilə. Yəni barter edən adam üstündə pul verəcək. Burada açıq eyvandır. Otaqdan da çıxış var eyvanlara. Ümumi görünüşü, ətraf yaşayış çox sakit bir gözəl bir yerdədir. Yəni qaçırmağına dəyməz. Çox gözəl bir evdir. İkinci mərtəbədə iç qapılar 3 metrə yaxındır. Burada bizdə yataq otaqlarıdır. Hər şey gözəldir. Səliqəlidir, keyfiyyətlidir. Yataq otağıdır, yataq otağından eyvana, balkona çıxışı var. Bir daha vurgulayım ki, qapıları çox hündürlü, 3 metrdən yaxında bir hündürlüyü var. Burada bizdə digər yataq otağıdır. Zövqlü iş görülüb, keyfiyyətli iş görülüb. İkinci mərtəbənin tavan hündürlüyü də çoxdur. Ümumi hesabla təmiz deyərdim ki, 3.30-3.40 hündürlüyü var. Burada da yenə eyvan açışı var. Bir daha vurgulayım ki, evimiz yeni təmirdir. Şəxsi təmirdir, şəxsi bağ evidir, sadəcə ehtiyac olmadığı üçün satışa qoyulub. Və Bakı şəhərində balaca kvadratla hər hansı bir mənzildən də barter olunur. Əsas odur, mənzilimiz Bakı şəhərində olsun. Təkliflə bağlı göstərilən əlaqə nömrəsini əlaqə saxlaya bilərsiniz. Yerdə qalan suallara cavab ala bilərsiniz. Burada bizdə sonuncu deyəlim, yataq otağıdır. Və bizim burada hamam otağıdır. Yəni, bu da böyük bir hamam otağıdır. Alana satın Allah yerin versin. Kanalımıza abunə olun. YouTube kanalımıza, Instagram kanalımıza. Şərh bölməsində şəhərinizi qeyd etməyi unutmayın.